Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. ARB24-ün studiyasında iş vaxtına başlayırıq. Verilişimiz boyunca həm regionda, həm də qlobal səviyyədə baş verən siyasi gedişatlara, xəbərlərə nəzər yetirib. Təbii ki, bunun üzərində də ətraflı şəkildə təhlillər aparacağıq. Bugünün əsas istiqamətlərindən biri təbii ki, Birləşmiş Ştatlar İrandır. Çünki bugün müharibə bitə bilər deyilir. Cavab göndəriləcək məhz Birləşmiş Ştatlara İran tərəfindən. Detallar təbii ki, bir qədər sonra olacaq. Təqdim edəcəm həm xəbərləri, həm də qonağımızla müzakirə aparacağıq. Regionda da önəmli gedişatlar var. Xüsusilə də Azərbaycan-Ermənistan münasibətləri zəminində. Ermənistanda bu arada seçkilərlə bağlı artıq kampaniyaya da mayın 8-dən etibarən start veriləcəyi deyilir. Proseslər hansı məcrada ilərləyəcək regionda da buna da toxunacağıq. Daha başqa hansı istiqamətlərdən danışacağıq, bunu bilmək üçün anonslarımızı izləyək. Birləşmiş Ştatlar prezidenti Hörmüz boğazında azadlıq layihəsini anidən dayandırdıqdan sonra bir çox məsələlərin üstü açılıb. Bu əməliyyata Səudi Ərəbistanı dəstək verməyib. Səbəb nədir? Vaşinqton və Tehran arasında razılaşma üçün görüş günləri danışılsa da, hərbi əməliyyatlar gündəmdə saxlanılır. Savaş Trampa sərf etməsə də, hansı hal onu bu yola əl atmağa vadar eləyə bilər? Araşdırmışıq. Ermənistanda konstitusiyada dəyişikliklə bağlı referendum keçiriləcək. Mirzayan bunu beynəlxalq tərəfdaşlarla müzakirə etmək fikrində olmadıqlarını bəyan eləyib. Seçki öncəsi İrəvana artan səfərlər, sammitlər Avropa İttifaqının Ermənistana yönələn diqqətinin getdikcə artdığını göstərir. Mübarizə meydanında kimlər var? Rusiya diplomatik missiyalara xəbərdarlıq eləyib. 9 mayda Moskvaya hücum edilsə, Kiyevə və qərar verən mərkəzlərə zərbələr indirəcəyik. İndi isə saatın vacib xəbərlərinə nəzər yetirək. Bugün İranın Birləşmiş Ştatların müharibəni dayandırmaq təklifinə cavabını vasitəçilərə təqdim edəcəyi gözlənilir. Bu barədə CNN məlumat yayıb. Bildirilir ki, söhbət Vaşinqton və Tehran arasında hazırlanmış çərçivə sazişi layihəsindən gedir. Həmin sənədin döyüş əməliyyatlarının dayandırılması və sonraki danışıqlar üçün əsas rolunu oynayacağı bildirilir. Razılaşmanın detalları da var. Belə ki, Vaşinqton Tehranın uranın saflaşdırılmasını 20 il ərzində dayandırmasını istəyir. Mənbələrə istinadən Wall Street Journal yazır ki, Birləşmiş Ştatlar İranda saflaşdırma prosesinə 20 illik moratorium tətbiq etməyə çalışır və ölkədəki bütün saflaşdırılan nüvə materiallarının çıxarılmasını tələb kimi qarşıya qoyub. Birləşmiş Ştatlar administrasiyası həmçinin İsfahan, Natans və Fordoda nüvə obyektlərinin sökülməsində nüvə proqramının bir hissəsi olaraq yeraltı işlərin qadağan olunmasında və yoxlamaların aparılmasında israrlıdır. Xatırladaq ki, bir müddət əvvəl CNN mənbələrə istinadən Vaşinqton və Tehranın İranda uranın saflaşdırılmasına 10 ildən çox müddətə moratorium qoyulması ehtimalını müzakirə etdiyini də xəbər verib. Axios isə tərəflərin silahlı münaqişəyə son qoymaqla bağlı bir səhifəlik memorandum imzalamağa yaxın olduqlarını da bildirib. Məlumata görə Amerika İranın münaqişəyə son qoymaq təkliflərinə 48 saat ərzində cavab verməsini də gözləyir. Hörmüzlə bağlı da təbii ki, yeni informasiyalar var. Belə ki, Tehran və Vaşinqton Hörmüz boğazının mərhələli şəkildə açılması müqabilində İrana qarşı tətbiq edilən blokadanın yumşaldılmasına dair ilkin razılıq əldə ediblər. Bu barədə məlumatı isə Əl-Ərəbiyyə telekanalı öz mənbələrinə istinadən yayıb. Oman körfəzində İran bayrağı altında hərəkət edən Hasna tankeri vurulub. Açıqlama Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin mərkəzi komandanlığından gəlib. Hərbi qurumun X hesabında qeyd edilib ki, İslam Respublikası limanına doğru hərəkət edən tanker mayın 6-sında Birləşmiş Ştatlar Qüvvələrinin çox saylı xəbərdarlıqlarına tabi olmayıb. Silahlı Qüvvələr Oman körfəzində məcbur etmə tədbirləri tətbiq edərək tankeri hərəkətsiz vəziyyətə salıb deyə məlumatda vurğulanıb. Abraham Lincoln aviadaşıyıcısından havaya qalxan FA-18 Super Hornet qırıcı bombardmançı tankerinin sükan idarə etmə sistemini 20 mm-lik top atəşi ilə sıradan çıxarıb. Hasna tankeri artıq İran istiqamətində hərəkət etmir.
Bu arada İslam Respublikası BMT-yə üzv dövlətləri Birləşmiş Ştatların Hörmüz boğazında gəmiçiliklə bağlı Təhlükəsizlik Şurasına təqdim etdiyi yeni qətnamə layihəsini dəstəkləməməyə çağırıb. İranın BMT-dəki daimi nümayəndəliyinin X sosial şəbəkəsində yaydığı bəyanatda deyilir ki, strateji keçidlə bağlı yeganə real həll yolu müharibənin dayandırılmasıdır, dəniz blokadasının aradan qaldırılması və gəmi hərəkətinin bərpasıdır. Birləşmiş Ştatlar isə Təhlükəsizlik Şurasında gəmiçilik azadlığı bəhanəsi ilə siyasi motivli və qərəzli qətnamə layihəsi irəli sürür. Məqsəd isə böhranı həll etmək deyil, öz siyasi gündəmini və qeyri-qanuni addımlarını legitimləşdirməkdir deyə bəyanatda qeyd olunub. Tehran təşkilat üzvlərini təzyiqə deyil, məntiqə, ədalətə və prinsiplərə əsaslanmağa çağıraraq sənədin rədd olunmasını və ona həm müəlliflik edilməməsini də istəyib. Bu arada Avropanın da narahatlığı var. Söhbət Fransadan gedir. Paris yaxın şərqdə davam edən gərginlik və Hörmüz boğazında gəmilərə edilən hücumlardan dərin narahatdır. Fransa prezidenti İranlı həmkarı ilə telefon danışığında bu barədə danışıb. Davam edən eskalasiya ilə bağlı ciddi narahatlığımı bildirdim və Birləşmiş Ərəb Əmirliklərinin mülki infrastrukturuna və bir neçə gəmiyə edilən əsassız hücumları da qınadım. Bütün tərəflər Hörmüz boğazının blokadasını dərhal və qeyd şərtsiz ləğv etməlidirlər. Münaqişədən əvvəl qüvvədə olan tam naviqasiya azadlığı rejiminə uzun müddətdə əsasda qayıtmaq lazımdır deyə Emmanuel Macron X hesabında yazıb. Fransa əvvəllər Hörmüz boğazında təhlükəsizliyi təmin etməyə hazır olduğunu açıqlayaraq Charles de Gaulle təyyarə daşıyan gəmisini Qırmızı dənizə göndərib. Onun sözlərinə görə bu marşrut üzrə beynəlxalq təhlükəsizlik missiyası neytral olacaq, gəmi sahiblərinin və sığortaçıların etimadını bərpa etməyə kömək göstərə bilər. Macron onu da qeyd edib ki, belə bir missiyanın perspektivlərini Birləşmiş Ştatlar prezidenti Donald Trumpla müzakirə etmək niyyətindədir. Bəli, görünən odur ki, Fransa da əslində bu məsələyə bir formada müdaxilə etməyə çalışır. Digər bir mövqedə ondan ibarətdir ki, Fransanın Xarici İşlər Naziri Jean-Noël Barrot Hörmüz boğazının blokadada qaldığı müddətdə İrana qarşı beynəlxalq sanksiyaların yumşaldılması ehtimalını istisna edib. İran nüvə proqramının nizamlaması müqabilində Birləşmiş Ştatların sanksiyaları yumşaltmasına nail olmağa çalışır. Lakin Hörmüz boğazı blokadada qaldığı müddətdə sanksiyaların ləğvi əsla mümkün deyil deyə Jean-Noël Barrot bəyan eləyib və Fransa Xarici İşlər Nazirliyinin başçısı boğazın bəşəriyyətin ümumi sərvəti olduğunu da vurğulayıb. Heç bir şəraitdə onu blokadaya almaq, rüsum tətbiq etmək və ya şantaj üçün istifadə etmək olmaz deyə nazir xüsusi olaraq da vurğulayıb. Bəli, gələn məlumatlar hələ ki bunlardan ibarətdir. Yenilənən informasiyalar da olacaq. Əlbəttə ki, az öncə də elə verilişimizə başlarkən də xüsusi olaraq vurğuladıq ki, bugün yekunlaşa bilər deyilir əslində. Görünən odur ki, şərtlər əslində az öncə də təqdim elədim bütün şərtləri. Xüsusən də İranın əsas tələbləri və Birləşmiş Ştatların da ancaq İrandan görək hansı cavab gələcək məhz Birləşmiş Ştatlara. Bu da önəmli bir məqamdır, amma buna baxmayaraq müharibənin davam etdiyi bir ərəfədə, xüsusən də bu 40 günlük müharibədən sonra, münaqişədən sonra Birləşmiş Ştatların məhz bölgədəki hərbi, diplomatik və kəşfiyyat obyektlərinə zərbələr endirilib. Təbii ki, təyyarələr, peyklər və ya digər əsas sistemlər də daxil olmaqla bir deyə biləcəyimiz vacib obyektlər də sıradan çıxarılıb. Bu vacib obyektlər nələrdən ibarətdir? Burada həm diplomatik və kəşfiyyat mərkəzləri var, həm də ki, bir növ hərbi bazalar yerləşir. Əsasən bir görüntü də hazırlamışıq ki, görə Birləşmiş Ştatların bu müharibə dövründə hansı istiqamətlərinə, mərkəzlərin obyektləri sıradan çıxarılıb İran tərəfindən. Həmin görüntünü bir sizlə bölüşək. Belə ki, yaxın şərqdə zədələnən Birləşmiş Ştatlar obyektləri əslində nələrdən ibarətdir? Əgər İraqda ilkin olaraq nəzər yetirsək, İraqda Ərbil bazası və Qələbə düşərgəsinə daha doğrusu zərbə endirilib İran tərəfindən. Digər bir istiqamət isə İordaniyadır. Hansı ki, burada müvəffəq Salti hava bazası yerləşir. Birləşmiş Ştatlara məxsus olan bir hava bazasıdır. Əgər Küveyti nəzərdən keçirsək, burada bir sıra mövqelər var, ərazilər var. Hansı ki, Buring düşərgəsidir. Digər bir tərəfdən Birləşmiş Ştatlar səfirliyidir və digər nöqtələrdən biri də Şuayba limanı, Küveyt ərazisində yerləşən bu limandır. Digəri isə Əli Əl-Salim hava bazasıdır. Həmçinin Arifcan düşərgəsi də bunların içərisindədir deyə bilərik. Digər istiqamətlərə əgər nəzər yetirsək, belə ki, Bəhreyndə yerləşən NSA Bəhreyn mərkəzi var, hansı ki, Birləşmiş Ştatlara məxsus olan bir ərazidir. Bu da hücuma məruz qalıb İran tərəfindən. Qətərə nəzər yetirsək, Əl-Üdeyd bazası da məhz əsas mərkəzlərdən biridir.
Birləşmiş Ərəb Əmirliklərində Əli Dəfra hava bazası yerləşir və Əl-Rüvais bazası da bunların içərisindədir. Dubayda isə və Səudiyyə Ərəbistanına gəlib nəzər yetirsək, burada Dubay Baş Konsulluğu hücum nəticəsində zərər alıb, digəri isə Cəbəl Əli limanıdır deyə bilərik. Və burada Ər-Riyadda Birləşmiş Ştatlar səfirliyi var. Səudiyyə Ərəbistanında da Şahzadə Sultan hava bazası zərbələrə məruz qalan ərazilərdən biridir. Bir daha xüsusi olaraq vurğulayaq. Elə burada da göstərmişik, bir daha nümayiş etdirək. Diplomatik və kəşfiyyat mərkəzləri hansı ki narıncı rəngdə olan ərazilərdir, qırmızı rəngdə olan ərazilər isə hərbi bazalardır. Yəni bu müharibə müddətində demək olar ki, Birləşmiş Ştatlara məxsus olan 16 obyekt zərbə görüb məhz İranın hücumları nəticəsində deyə bilərik. Təbii ki, bir qədər sonra məhz bu hərbi hücumlar, Birləşmiş Ştatların zərbə aldığı bu obyektlər üzərindən məhz qonağımızla da, hərbi ekspertlə də ətraflı şəkildə müzakirə aparacağıq. Digər bir önəmli məqam da var. Biraz öncə Fransa lideri Emmanuel Macronun əslində bir çağırışını, açıqlamasını mən sizlə bölüşdüm. Hansı ki, Birləşmiş Ştatlar, daha doğrusu İranın Birləşmiş Ərəb Əmirliklərinə hücumu ilə bağlı bir açıqlaması idi, qınadığını da bildirir. Ancaq xatırlayırsınızsa dünən İran tərəfdən rəsmi olaraq bir mövqe gəldi ki, bunları təqzib elədi ki, İran tərəfi məhz Birləşmiş Ərəb Əmirliklərinə hücum etmək və əgər belə bir şey olsaydı, təbii ki, biz sepah olaraq bunu qəbul edə bilərdik deyə. Amma görünən odur ki, bu müddət ərzində Birləşmiş Ərəb Əmirlikləri tərəfindən də çoxlu rəsmi mövqe gəlmişdi. İndi sırf bu xəbərlə bağlı olaraq, yəni 28 fevraldan etibarən müharibənin başlandığı gündən Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri ballistik raketlər olsun, qanadlı raketlər olsun, ya da ki dronlar da daxil olmaqla minlərlə İran mərmisini vurub deyə bilərik. Bunlar nədir? Hansı statistikalardır? Həmin statistikalar da hazırda görüntüdə. Ümumi olaraq 2838-dir. Bunlar təxmini rəqəmlərdir, hörmətli tamaşaçılar. Belə ki, bunların içərisində nələr var? 549 ədəd ballistik raket var, 29 ədəd kruiz raketi var, 2260 ədəd isə dronlar, yəni PUA-lardır. İtkilər də əlbəttə ki var, ölənlərin sayı 13-dür, yaralıların sayı isə 227-dir deyə bilərik. Təbii ki, bu arada daha doğrusu Birləşmiş Ərəb Əmirliklərinə edilən hücumlarla bağlı, zərbələrin miqyası ilə bağlı ümumi nəticələr, rəqəmlər, statistikalar bunlar da, ancaq müəyyən bir mərkəzlər də var. Əslində bu mərkəzlər nədən ibarətdir? Rüvais neft zavodu var, emalı zavodu var, hansı ki Füceyra neft qurğuları var. Digər bir tərəfdən isə Hafsan və Əcban qaz qurğuları da məhz bu zərbə alan hissələrdən biridir. Şah qaz ərazisi, Əl-Təvilə alüminium qurğusu və Boruj neft kimyası zavodu da Birləşmiş Ərəb Əmirliklərinin zədələnmiş enerji mərkəzləridir məhz İranın hücumu nəticəsində, hansı ki 28 fevraldan etibarən. Təbii ki, görünən odur ki, cəbhədə də sakitlik yoxdur. Hələ ki, davam edir qarşılıqlı olaraq hücumlar timsalında həm Birləşmiş Ştatlara, həm də ki, Birləşmiş Ərəb Əmirliklərinə İran tərəfindən zədələr də var. Ancaq danışıqlar da əslində gündəmdədir. Bir qədər sonra təbii ki, bundan danışacaq, ancaq digər bir önəmli bir məlumat da var. Əslində onu da sizə bir növ təqdim etmək istərdim. Məlumat nədən ibarətdir? Birləşmiş Ştatlar administrasiyası ölkənin strateji neft ehtiyatlarını bərpa etmək üçün Pentaqonun hərbi bazaları və digər obyektlərdən altında yerləşən xam maldan istifadə imkanlarını da araşdırır. Bu barədə Bloomberg öz mənbələrinə isnadən məlumat yayıb. Məlumata görə bu addım İranla baş vermiş silahlı münaqişə nəticəsində kəskin azalan strateji neft rezervinin dondurulması yollarının axtarışı çərçivəsində nəzərdən keçirilir və o da bildirilir ki, hərbi bazalarda neft hasilatına başlanılması enerji daşıyıcılarının hazırki yüksək qiymətlərinə dərhal təsir göstərməyəcək. Birləşmiş Ştatlar Geoloji Xidmətinin 2025-ci il üçün hesabatına əsasən Pentaqona və digər federal qurumlara məxsus torpaqların altında təxminən 29,4 milyard barel neft var. Ha belə 391 trilyon kub fut təbii qaz ehtiyatı da mövcuddur deyilir. Bəli, önəmli bir açıqlamadır ki, məhz Birləşmiş Ştatların bundan sonraki mərhələdə əsas məqsədlərindən, hədəflərindən biri də məhz budur. Hansı ki, hərbi bazaların altında yerləşən o yataqlardan, məhz dəyərli metallardan istifadə etmək məqsədidir. Lakin buna şərait yaradılacaqmı, xüsusən də məhz Birləşmiş Ştatların hərbi bazalarının yerləşdiyi ölkələr. Bu da çox maraqlıdır. Bir qədər sonra təbii ki, buna toxunacaq. Ancaq ilkin olaraq istəyirəm təqdim etdiyim xəbərlər üzərindən biraz müzakirəyə başlayaq. Həm siyasi məsələ
məsələlərə toxunacaq bugünkü danışıqla bağlı. İranın Birləşmiş Ştatların təkliflərini dəyərləndirib geri bir nəticə göndərməsi, həm də ki, az öncə təqdim etdiyimiz o qrafik görüntülər, hərbi müdaxilələr, olan zərərlər və s. Bu mövzularda danışacaq. Studiyamıza qonaq dəvət etmişik. Hərbi ekspert Ramil Məmmədli bizimlədir. Xoş gəlmisiniz Ramil bəy. Xoş gününüz olsun. Təşəkkür ederim. Başlayaq ilkin olaraq bugün üçün verilən bir proqnoz var ki, müharibə bugün bitə bilər deyə. Bunlar təbii ki, rəsmi açıqlamalar deyil, xarici mediaların iddialarıdır və İran Birləşmiş Ştatların təkliflərini dəyərləndirir, xüsusən də nüvə ilə bağlı, nüvənin saflaşdırılması ilə bağlı onun qarşısına bir tələb qoymuşdu, 15 illik tələblə bağlı. İndi bunu nəzərdən keçirir və bugün geri dönüş eləyəcək və deyilənə görə bugün yekunlaşacaq artıq. Siz nə fikirdəsiniz? Mən hesab edirəm və ilk gündən də bu müharibə başladığı ilk gündən də fikrim belədir. Düşünürəm ki, və analizlər əslində bunu göstərir. İrana qarşı olan sanksiyaların və İrana ümumiyyətlə hərbi və digər istiqamətlərdəki hücumların qarşısı alınmayacaq. Daha doğrusu bu dayandırılmayacaq. Hələ uzun müddət bu proses gedəcək. Çünki İran hazırki mövqeyini itirməmək, diplomatik masada, yəni danışıqlar masasında mövqeyini itirməmək üçün maksimum şəkildə proseslərdən və real vəziyyətdən istifadə etməyə çalışacaq. Yəni, biz düşünməməliyik ki, hesab etməməliyik ki, İran hazırki bu proseslərdə, yəni danışıqlar Amerika ilə üz-üzə danışıqlarda, tet-a-tet danışıqlarda təkdir və təklənərək hansısa şərtlər qarşısında geri çəkiləcək və Amerikanın şərtləri ilə razılaşacaq. Konkret olaraq bu məsələyə yanaşma bu cürdür. İranın hazırki mövqeyi, siyasi mövqeyi, hərbi siyasi mövqeyi və hərbi mövqeyi həm də Rusiyanın və Çinin maraqlarından və onun mövqeylərindən asılıdır və bu proses paralel gedir. Unutmaq lazım deyil ki, bir müddət əvvəl İranın Xarici İşlər Naziri Abbas Arakçı Rusiyada Rusiya prezidenti Vladimir Putin və Xarici İşlər Naziri Lavrovla görüşüb və uzun müddət bu məsələlər müzakirə olunub. Ardınca isə yəni bu günlərdə isə Çinə səfər edərək, Çinin Xarici İşlər Naziri ilə və digər rəsmi şəxsləri ilə görüşərək Çinin Amerikanın şərtləri ilə bağlı, mövqeyi ilə bağlı, təzyiq və təhdidləri ilə bağlı fikirlərini və mövqeyini öyrənib. Yəni, qarşılıqlı müzakirələr və analizlər və təkliflər əsasında bu danışıqlar prosesində İran öz mövqeyini nümayiş etdirəcək. Məhz buna görə də İran paralel olaraq silahlanma və ordunun komplektləşdirilməsi istiqamətində proseslərini davam etdirir. Yəni deyirsiniz ki, bu səfərin əslində məqsədi hərbi baxımdan dəstək mi almaqdır Rusiyadan həm də Çindən? Rusiya və Çindən hərbi baxımdan dəstəyin davam etdirilməsidir. Yəni əslində dəstək var bütün istiqamətlərdə, bütün texniki, hərbi texniki istiqamətlərdə. Sadəcə olaraq bu prosesi daha da genişləndirmək və uzatmaq məqsədi daşıyır. Amerika Birləşmiş Ştatları İranda və İran ətrafında, yəni yaxın şərqdə mövqeyini yenidən bərpa etmək, yenidən gücləndirmək üçün müəyyən sərt addımlar atacağı da gözləniləndir. Yəni, biz təbii ki, indi belə fikirlər səsləndirilir həm Amerika Birləşmiş Ştatlarının media resurslarında, həm Avropanın media resurslarında, Rusiyanın və Çinin ki, Amerika Birləşmiş Ştatları geri çəkilir və artıq hətta Hörmüz boğazı ilə bağlı məsələlərdə də ortaq məxrəcə gəlmək niyyətindədir. Mən isə belə düşünmürəm. Hesab edirəm ki, müəyyən bir zaman qazanaraq mövqeylərini yenidən, siyasi mövqeylərini yenidən bərpa etməyə çalışır, hərbi siyasi mövqeylərini. Siz biraz əvvəl açıqladınız, yəni monitorda da göstərilirdi. Bildirmək lazımdır ki, Amerika Birləşmiş Ştatları bu müharibədə, 40 günlük müharibədə yaxın şərqdə çox mühüm mövqeylərini itirib. Yəni hərbi və hərbi texniki mövqeylərinə böyük zərbələr
zərbələr dəyib və bunu bərpa etmək lazımdır. Bunun bərpa olunması üçün danışıqlar, diplomatik proseslərə gediş həyata keçirilməlidir, bu istiqamətdə addımlar atılmalıdır. Yəni, danışıqlar aparılmalıdır ki, bir qədər gərginlik səngisin və Amerika Birləşmiş Ştatları ərəb ölkələrindəki mövqeylərini, hərbi mövqeylərini yenidən bərpa edə bilsin. Hansı ki, bu zərbə alan bəli, 40 günlük müharibə ərzində həm Küveyt, Birləşmiş Ərəb Əmirliyi, İordaniya, İraq ərazisində, Bəhreyndə, Səudi Ərəbistanında olan mövqeylərinə ki, hansı ki, İran çox ciddi raket zərbələri endirmişdi və sıradan çıxarılmışdı. İraqda hərbi baza, Victoria adlanan hərbi baza ümumiyyətlə boşalıb, yəni orada Amerikanın hərbi qüvvələri yoxdur. İordaniyaya geri çəkiliblər 40 günlük müharibə dövründə. Bu baxımdan Amerika Birləşmiş Ştatları təxminən bu bilirsiniz nəyə bənzəyir? Birinci İraq müharibəsi, ikinci İraq müharibəsi. Birinci İraq müharibəsində hansısa bir formada gediş etdilər, amma həmin dövrdə Səddam Hüseyin və onu dəstəkləyən qüvvələr güclü idi, bunun qarşısını aldılar. Növbəti mərhələdə isə artıq öz hədəflərinə çatdılar. Mən demək istəmirəm ki, ikinci həmlədə, yəni artıq üçüncü həmlədə 12 günlük, sonra 40 günlük, üçüncü həmlədə Amerika öz hədəfinə çatacaq İranda. Mən onu konkret olaraq demək istəmirəm. Sadəcə olaraq üçüncü həmlənin olması da ehtimallar sırasındadır. Hətta ehtimal deməyək, bu gözləniləndir. Bu, Trump dövrünü əhatə etməyə bilər. Yəni, Prezident Trumpın hakimiyyəti dövrü olmaya bilər. Başqa bir Amerika prezidentinin dövrü ola bilər. Amma təbii ki, bu, hazırki danışıqların yekununda hansı qərar veriləcək, onunla bağlıdır. Amma görünən odur ki, İran nə nüvənin zənginləşdirilməsi məsələləri ilə bağlı, nə digər strateji silahların azaldılması, məhdudlaşdırılması ilə bağlı geri çəkilmək mövqeyində, fikrində deyil. Yəni, İranın əslində bu geri çəkilməsi, deyək ki, yaxın mənzilli, orta mənzilli taktik raketlərin məhdudlaşdırılması, sıradan çıxarılması, balistik və hipersonik raketlərin məhdudlaşdırılması, sıradan çıxarılması, istehsalının dayandırılması, taktik pilotsuz uçuş aparatlarının, yəni 2000 kilometr məsafədə hədəfə hücum edə bilən pilotsuz uçuş aparatlarının istehsalının dayandırılması və olanların sıradan çıxarılması, bu, əlbəttə ki, İran bundan razılaşmayacaq. Bu, İranın tərk silah olunması deməkdir. Tərk silah olunması isə İranın hazırki siyasi sisteminin çökməsi, ümumiyyətlə İranın yenidən 1978-ci ilə 79-cu ilə qayıtması deməkdir. İranın mövcud hakimiyyəti də, yəni Qərbin üstünlüyü, dominantlığı olan bir İran dövrünə qayıtmaqdan söhbət gedir. 79-cu ilə qədər həmin dövrü idi. Təbii ki, İranın mövcud hakimiyyəti, siyasi sistem, belə deyək, İran dövləti bununla heç bir halda razılaşmayacaq. Bəs nüvə ilə bağlı məsələdə, çünki indiki məqamda danışıqların əsas istiqamətinin bir Hörmüz, bir də nüvə ilə bağlı olacağı deyilir. Ancaq burada bildiyiniz kimi Birləşmiş Ştatların önəmli tələbləri var. Həm faiz olaraq, həm bu saflaşdırmanın müddəti olaraq 20 ilə qədər məhdudlaşdırmağı istəyir. Eyni zamanda İsfahandır, Fordodur, Natanz da bunların ləğv olunmasını istəyir. Hətta yerin altındakı, az öncə xəbər də qeyd edirəm, hərbi bazaların altındakı sərhədlərin bir növ araşdırılmasını da tələb eləyir. Ancaq bu qədər ağır tələblər, indiyə qədər də əslində bunlar var idi. İndi 48 saat içərisində, 24 saat içərisində bu İran Birləşmiş Ştatlara cavab verəcəyi deyilməklə. Bunlar necə nəzərdən keçir? Bunlar da bir ortaq məxrəc olacaqmı? Çox danışırıq əslində bu mövzuları, amma hər dəfə bunu irəli sürür. Hər dəfə bilirsiniz, bu o qədər aktiv, fəal, yəni proseslər gedir ki, bu İranla bağlı, İran-Amerika, İsrail münasibətlərindən, ümumiyyətlə yaxın şərqdə gedən proseslər, yəni hər gün, hər həftə yeni bir məsələlər ortaya çıxır. Ona görə də bizim məsələlərə münasibət bildirməyimiz, təhlil etməyimiz normaldır. Mən hesab edirəm ki, ümumiyyətlə, İranın son 300 ildə, son 200 ildə, 300 ildə
ən belə deyək, üstün dövrü ki, dünya siyasi proseslərinə təsir edir, qlobal gücə çevrilməkdədir. Belə bir vəziyyətə gəlib çıxması bu indidir. Yəni 2010-2015-ci ildən sonraki prosesdir və bu gündür. Yəni faktiki olaraq İranın hərbi gücü, hərbi strateji potensialı digər dövrlərdən, yəni son 2 əsrdən daha güclüdür. Və İranın mövcud siyasi hakimiyyəti də bu fürsətdən istifadə edərək mövqeylərini daha da gücləndirmək, daha çox gücə, hərbi gücə və siyasi gücə malik olmaq və sığortalamaq, özünü kənar hücumlardan sığortalamağa çalışır. Yəni rəqib, düşmən olan düşərgənin hücumlarından sığortalamağa çalışır. Faktiki olaraq, yəni İran son 30 ildə, 20-30 ildə ön cəhbəyə çevrilib. Yəni şərqin, qərbin hücumları qarşısında ön cəhbəyə, qərbin şərqə hücumları qarşısında ön cəhbəyə çevrilib. Belə olan təqdirdə İranın nüvə potensialından, nüvə gücündən bəhrələnməməsi və yaxud da bəhrələnmək istəməməsi əlbəttə ki, bu ağılsızlıq olardı. Məhz elə bundan əvvəlki İran rəhbəri Xamneyinin siyasi xətti və indiki siyasi xətt, sonraki siyasi xətt məhz nüvə silahı üzərində, yəni daha doğrusu nüvə potensialı üzərində İranın gücünün daha da genişləndirilməsidir. Digər o raketlər, taktik raketlər, strateji raketlər, qitələr arası raketlər bu yan dəstəklərdir, yan güclərdir. Yəni kənardan verilən güclərdir. Əsas prosesin ağırlığı nüvə ilə bağlıdır. Məhz 12 günlük müharibədə də doğru olaraq, yəni biz əgər hərbi strateji baxımdan baxsaq məsələyə, doğru olaraq Amerika Birləşmiş Ştatları İranın nüvə müəssisələrini, nüvə müəssisəsini və yaxud da nüvə laboratoriyasına zərbələr endirdilər B-2 bombardımancı döyüş təyyarəsi ilə. Bu əslində 12 günlük müharibədə düzgün taktiki və strateji hücum idi, hədəf idi. Amma indi dəyişib 40 günlük müharibədə vəziyyət dəyişdi və əslində Amerika siyasi hakimiyyəti ilə hərbi hakimiyyəti arasında bu məsələdə ciddi qarşıdurmanın olduğunu da biz sonraki dövrlərdə gördük. Quru qoşunların komandanı, baş qərargah rəisi, hərbi dəniz qüvvələrinin komandanı və s. Bunlar çoxlu sayda generallar istefa verdilər və mövcud Amerika Birləşmiş Ştatlarının Trump hakimiyyəti ilə işləmək istəmədilər. Yəni bu kampaniyada iştirak etmək istəmədilər. Bildilər ki, bunun effekti olmayacaq. Niyə? Çünki müharibənin ilk günündən müharibənin ağırlığı, strateji hədəfi düzgün seçilməmişdi. Yəni 86-87 yaşlı ölkə rəhbəri seçilmişdi, Xamneyi seçilmişdi ki, hansı ki ondan bir ay əvvəl ölkə əhalisinin 30%, 40%, 50% hakimiyyətə qarşı aksiyalarda iştirak edirdi və hətta deyərdim ki, bir hissəsinin nifrəti və böyük qərəzi var idi Xamneyinin rəhbəri olduğu siyasi hakimiyyətə. Faktiki olaraq Amerika Birləşmiş Ştatları hücumun ağırlığını, yəni müharibənin ilkin günlərindəki ağırlığı həmin siyasi hakimiyyətə, hərbi hakimiyyətə yönəldərək, söhbət təkcə Xamneydən getmir, digər komandanlar da var idi, nazirlər falan, bunları öldürməklə faktiki olaraq elə bil İranın əhalinin nifrət etdiyi, bəyənmədiyi, devirmək istədiyi o şəxsləri sıradan çıxartdı, yeni həmin siyasi xətti dəstəkləyir, amma yeni qüvvələr ortaya gəldi ki, onların xalqa qarşı birbaşa hər hansı bir müdaxiləsi olmayıb, hər hansı bir, belə deyək, cəza proseslərində, cəza əməliyyatlarında iştirak etməyiblər böyük əksəriyyəti. Yəni, artıq xalqın və 40 gün ərzində də xalqın böyük hissəsinin hakimiyyəti dəstəkləməsi və Amerikaya qarşı, İsrailə qarşı mövqey nümayiş etdirməsi faktiki olaraq siyasi hakimiyyətin mövqeyini daha da gücləndirdi. Söhbət, məsələ ondan ibarətdir ki, bütün bunlardan sonra, bu itkilərdən sonra, bilirik ki, İran böyük ağır itkilər verib. Bu itkilərdən sonra İranın geri çəkilərək
zənginləşdirilmiş, təxminən 80%-ə qədər zənginləşdirilmiş uranını Amerikaya təhvil verməsi, prosesi dayandırması və yaxud da məhv etməsi, ləğv etməsi, ondan sonra strateji raketləri, silahların istehsalını dayandırması, sıradan çıxartması əlbəttə ki, hakimiyyətin sonunu gətirə bilər. Yəni, xalq məhz bu addıma görə hakimiyyəti devirə bilər. Dəstəklədi, bəli, bu xüsusən də nüvə ilə bağlı məsələdə deyirsiniz ki, geri addım atmayacaq. İndi görünən odur ki, çətin bir vəziyyətdir hələ ki, düzdür, danışıqlar deyilsə də, amma hər iki tərəf də müəyyən atacağı həm hərbi addımlardan da geri qalmır, həm də ki, diplomatik danışıqlardan da geri qalmır. Aynur xanım, bu biri siz təxminən nəyə bənzər? Bir dənə bunu deyim. Buyurun. Bu elə bir ki, bir postda qarşı tərəfi mövqeyi qoruyursan, bir postdasan, səngərdəsən. Sənin ən vacib silahın, deyək ki, plamyotdur, PKM plamyotudur ki, sən onunla onu qoruya bilərsən. Və düşmən də sənə iki dəfə sənə atəş açır, 3 dəfə sənə atəş açır, məcbur eləyir ki, sən o PKM-i kənara atasan, avtomatla, tapanca ilə döyüşü aparasan. Yəni, bu təxminən buna bənzəyir. Mən də hesab edirəm ki, İranın nə siyasi, nə hərbi rəhbərliyi buna getməyəcək və Rusiya, Çin də bu məsələ ilə bağlı əlbəttə ki, İranın mövqeyini dəstəkləmir. Qarşı duruma, əgər belə bir addım atarsa, İran, Rusiya və Çin kimi müttəfiqlərdən, tərəfdaşlardan kənarda qala bilər, yəni onları itirə bilər. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Minnətdaram təhlilləriniz üçün. Siz sağ olun. Hərbi ekspert Ramil Məmmədi idi. Birləşmiş Ştatlar İran tərəfindən bugün müharibəyə son qoyula bilər deyilir. Çünki təklif gəlib, İran bunu dəyərləndirir. 48 saat içərisində də cavab verəcək. Bir araşdırmamız da var. Birləşmiş Ştatların İrana verdiyi yeni güzəşt müddətli vaxt ağıllarda suallar yaradır. Donald Trump'ın vaxt mexanizmi niyə işləmir? Martın ortalarından bəri Ağ Evdən Tehrana doğru hər həftə yeni bir son xəbərdarlıq gəlir. 48 saat, 72 saat, axşam saat 8-ə qədər və s. Amma nəticə də dəyişmir. İran hələ də yerindədir. Nüvə mərkəzləri işləyir, müharibəyə hazır olduqlarını bildirirlər. Bəs bu bir strateji səbirdir, yoxsa super gücün nüfuzu itkisi? İndi isə masada 14-15 may tarixləri var. İddialara görə bu tarixlərdə Trump'ın Çin səfəri nəzərdə tutulub. Bu diplomatiyanın son şansıdır, yoxsa yeni bir hərbi əməliyyatın anonsu? ABŞ prezidenti Donald Trump yenidən İrana vaxt verdi. Vaşinqtondan gələn son mesajda Tehrana nüvə proqramı ilə bağlı razılaşma üçün daha bir neçə günlük möhlət verdiyi bildirilir. Halbuki martdan bəri ultimatumların təqvimi artıq bir növ oyuncağa çevrilib. Əvvəl 48 saat, sonra 72 saat, ardınca isə konkret axşam saat 8 xəbərdarlığı. Amma hər dəfə vaxt tamam olanda gözlənilən sərt cavab yox, yeni müddət elan edildi. Məhz buna görə də İran parlamentinin spikeri Qalibov ABŞ-nin İrana qarşı əməliyyatlarına kinayə ilə yanaşıb və mənə inan qardaş əməliyyatının iflasa uğradığını bildirib. Bu ifadə təkcə diplomatik sataşma deyil, həm də ABŞ-nin çəkindiricilik siyasətinə yönəlmiş açıq mesaj idi. Əgər təhdidlərin arxasında real addım görünmürsə, ultimatum zamanla təsir gücünü itirir. Bəli, Birləşmiş Ştatların cavabını Pakistan vasitəsilə aldıq. Komponentlərə gəldikdə isə icazə verin qaldırılan məsələlərin təfərrüatını müzakirə etməyək. Çünki onlar nəzərdən keçirilir. İranın 14 maddəli təklifi ABŞ-nin İrana qarşı sanksiyalarını ləğv etməsini, İran limanlarına qarşı dəniz blokadasına son qoyulmasını, bölgədən qüvvələrin çıxarılmasını və İsrailin Livandakı əməliyyatları da daxil olmaqla bütün düşmənçilik əməliyyatlarının dayandırılmasını tələb eləyir. İranın sol siqnalları isə daha çox taktiki geri çəkilməni xatırladır. Tehran uranın saflaşdırılması səviyyəsinin 3,5%-ə endirməyə, beynəlxalq nəzarəti genişləndirməyə və bunun müqabilində sanksiyaların yumşaldılmasına müzakirə etməyə hazır olduğunu göstərir. Ancaq İran üçün qırmızı xətt dəyişmir. Fordo və Natanz kimi əsas nüvə obyektləri sökülməməli və ölkənin nüvə infrastrukturu toxunulmaz qalmalıdır. Bu məsələdə Vaşinqtonun mövqeyi isə daha sərtdir. Birləşmiş Ştatlar uzun müddətli, təxminən 20 illik məhdudiyyətlər, saflaşdırılma imkanlarının minimuma endirilməsi və bəzi obyektlərin tamamilə sıradan çıxarılmasını istəyir. Onlar qürurlu xalqdır, amma İranın nüvə silahı ola bilməz. Onlar bununla razılaşıblar. Sövdələşmə baş tutacaq, lakin heç vaxt konkret vaxt məhdudiyyəti olmayacaq. Amma geosiyasi reallıq artıq ironiyadan daha sərtdir. Birləşmiş Ştatlar hələ də dünyanın ən böyük hərbi güclərindən biri olsa da, əvvəlki kimi tək qərar verən mərkəz deyil. Vaşinqtonun milyardlarla dollarlıq təyyarə daşıyan strategiyası qarşısında indi daha ucuz, çevik və asimetrik vasitələr dayanır. Kamikaze dronlar, raket şəbəkələri və ən əsası
Hörmüz boğazı faktoru. Enerji marşrutlarının təhlükəyə düşməsi ehtimalı Qərbin bütün hərbi hesablamalarını dəyişir. Bu fonda İsrailin hava hücumundan müdafiə sistemləri və raket arsenalı ilə bağlı yayılan ehtiyatların kritik həddə yaxınlaşması iddiaları da diqqət çəkir. Hərçənd bu məlumatlar rəsmi şəkildə tam təsdiqlənməyib. Qərb mediasında və hərbi dairələrdə artan müzakirələr bir məqamı işarə edir. Uzunmüddətli regional qarşıdurma artıq təkcə İran üçün deyil, ABŞ müttəfiqləri üçün də ciddi resurs sınağına çevrilib. Bu isə Ağ Evi seçim qarşısında qoyur. Ya riskli eskalasiya, ya da diplomatik çıxış yolu. Məhz belə bir mərhələdə səhnəyə Çin faktoru çıxır. İranın Xarici İşlər naziri Abbas Araqçının Pekinə son səfəri təsadüfi diplomatik jest kimi görünmür. Bu görüşlər həm ABŞ-yə dolayı mesaj, həm də Çinin mümkün vasitəçilik missiyasının hazırlıq mərhələsi kimi qiymətləndirilir. Çünki Tehran üçün Pekin yalnız siyasi tərəfdaş deyil, həm də iqtisadi nəfəs borusudur. Sanksiyalar fonunda İran neftinin əsas alıcılarından biri məhz Çindir və Pekinin mövqeyi Tehranın manevr imkanlarını birbaşa müəyyən edir. Cari məsələləri nəzərdən keçirdik. Biz müharibə ilə bağlı mövzuları və ona necə son qoyacağımızı, davam edən danışıqları, İranın sülhməramlı nüvə proqramı ilə bağlı məsələləri, sanksiyalarla bağlı müzakirələri və bütün iki tərəfli məsələləri müzakirə etdik. Hörmüz boğazı məsələsi bizim ciddi müzakirə mövzularımızdan biri idi. Çinli dostlarımız da hesab edirlər ki, İran müharibədən sonra müharibədən əvvəlki İrandan fərqlidir. Aksiyosun məlumatına görə Ağ Ev yaxın 24-48 saat ərzində Tehrandan yekun cavab gözləyir. Ancaq İranda strateji qərarlar hələ də təhlükəsizlik səbəbilə ictimaiyyət qarşısına nadir çıxan ali lider Müştəbə Xameyni tərəfindən verilir. Bu isə prosesi həm mürəkkəbləşdirir, həm də qəsdən ləngidilən diplomatik oyun təsiri yaradır. Əgər Donald Trumpın Çin səfərinin sonuna qədər razılaşma əldə olunmasa, hərbi ssenarinin yenidən gündəmə qayıtması ehtimalı artır. Amma burada əsas sual dəyişmir. Sursat ehtiyatları ilə bağlı sualların artdığı, müttəfiqlərin tərəddüd etdiyi və qlobal iqtisadiyyatın böyük hissəsinin Hörmüzdən asılı olduğu bir dünya yeni böyük müharibəyə nə dərəcədə hazırdır? Yoxsa 16 mayda dünya yenə növbəti son 24 saat xəbərdarlığını eşidəcək? Ermənistanda konstitusiyada dəyişikliklə bağlı referendum keçiriləcək. Mirzoyan bunu beynəlxalq tərəfdaşlarla müzakirə etmək fikrində olmadıqlarını bəyan eləyib. Seçki öncəsi İrəvana artan səfərlər, sammitlər Avropa İttifaqının Ermənistana yönələn diqqətinin getdikcə artdığını göstərir. Mübarizə meydanında kimlər var? Rusiya diplomatik missiyalara xəbərdarlıq eləyib. 9 mayda Moskvaya hücum edilsə, Kiyevə və qərar verən mərkəzlərə zərbələr indirəcəyik. Bəli, Avropa İttifaqının Ermənistana marağı artıb deyirik deməklə, xüsusən də Fransa lideri də bildiyiniz kimi son olaraq gəldi Ermənistana, gəldi bir sıra açıqlama da verdi. Qayıdandan sonra yenə biz Fransadan qərəzli bir Azərbaycan mövqeyini gördük, ancaq rəsmi Bakıdan da cavab gecikmədi. Nədən ibarətdir? Fransanın Avropa və Xarici İşlər naziri Jean-Noël Barrot Bakı əleyhinə növbəti dəfə qərəzli fikirlər səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyi Paris rəsmisinin iddialarını qətiyyətlə rədd edib. Xarici Siyasət İdarəsi mətbuat katibi Ayxan Hacızadə ARB 24-də müsahibəsi zamanı diqqətə çatdırıb ki, Baronun suveren ərazimiz olan Qarabağ bölgəsi ilə bağlı dırnaqarası Dağlıq Qarabağ kimi ifadələrdən istifadəsi qəbul edilməzdi. Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplər çərçivəsində həyata keçirdiyi haqq, ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dönəmdə Fransanın Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, mədəni və dini irsin qorunmasını şübhə altına alan bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik. Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində yüzlərlə məscid və digər mədəni irs nümunələrinin dağıdılması faktını görməzliyə vuran Fransa nazirinin işğal dövründən qalan bəzi tikililərin sökülməsi məsələsinə dair şərh verməsi bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsində gedən prosesə yersiz istinadı ikili yanaşmanın bariz nümunəsidir deyə Ayxan Hacızadə vurğulayıb. UNESCO missiyasının reallaşması məsələsinə çağırış etməsi də tərəfimizdən qəbul edilməsi hesab edilir. Bildiyiniz kimi, UNESCO missiyasının reallaşması məsələsi ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə çağırış etməsinə baxmayaraq və Azərbaycanın dini və mədəni abidələrinin münaqişə zamanı və işğal dönəmində məhv edilməsi məsələsinin gündəmə gətirilməsinə baxmayaraq, Fransa və Ermənistan kimi ölkələr qətiyyətlə UNESCO missiyasının reallaşmasının əleyhinə qarşı çıxış etmişlər və bu barədə faktlar
müvafiq olaraq UNESCO-nun 2005-ci il hesabasında da öz əksini tapmışdır. Ümumilikdə bu kimi açıqlamalar bölgədə sülh və sabitliyin bərpa olunması istiqamətində addımlara xidmət etmir. Ermənistan baş naziri Nikol Paşinyan Moskvada parada getməyəcək. Ermənistan mediasının xəbərinə görə o bu barədə bugün jurnalistlərə bildirib. Paşinyan seçki qabağı kampaniyaya görə mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcəyini bildirib. Baş nazir Rusiya prezidenti Vladimir Putini hələ aprelin 1-də bununla bağlı məlumatlandırdığını xüsusi olaraq qeyd edib. Bəli, regionla bağlı xəbərlər bunlardan ibarətdir, ancaq gələn önəmli açıqlamalar da var. Bir qədər sonra müzakirəmiz içərisində də bunlara ayrıcalıqda toxunacağıq. Sizlərdən vaxt itirmədən keçək təhlillərimizə. Canlı bağlantıda Milli Məclisin üzvü Tural Gəncəliyev bizi gözləyir. Salamlayıram sizə Tural bəy. Salam Aynur xanım. Tural bəy, ilkin olaraq başlayaq. Azərbaycan-Ermənistan münasibətləri yaxşılaşdığı bir zəmində Fransa liderinin Ermənistana səfəri gəldi, müəyyən bir deyə biləcəyimiz müsbət xarakterli bir açıqlama verdi, yəni dəstəklədiyini dedi. Ancaq ardınca digər Fransa rəsmisi, az öncə də bölüşdüm, Jean-Noël Barronun bir mövqeyi var idi. Görünən odur ki, biz nə qədər cəhd etsək də ki, münasibətləri balanslı şəkildə aparaq deyə, amma Fransa heç də bundan bu mövqeydə çıxış etmir. Yaxşı, nədir yenə Fransanın Azərbaycan qərəzi? Fransanın Azərbaycan qərəzi odur ki, Fransa düzdür, sözdə Ermənistan-Azərbaycan sülh prosesini bariz olaraq dəstəklədiyini bildirir. Ancaq faktiki olaraq yeni reallıq, yeni vəziyyət Fransanın xoşuna gəlmir, məmnun deyil, qəbul edə bilmir. Xüsusilə Fransanın hələ də regionla bağlı indi Ermənistan üzərindən oyunlar aparmaq, aranı qarışdırmaq siyasəti davam eləyir. Yeri gəlmişəm, Fransanın təkcə Cənubi Qafqazla deyil, Xəzər bölgəsi ilə deyil, elə Şərqi Aralıq dənizi, Türkiyəyə qarşı Kipr, Yunan Kipr üzərindən bir ittifaq qurmaq cəhdləri davam eləyir. Bilirsiniz, Fransanın Ermənistanla yanaşı əsas müttəfiqləri burada Yunanistan, Hindistan və İsrail və təbii ki, Yunan Kipri və Yunanistanın özü. Ona görə də Fransa hal-hazırda regionda yeri gəlmişkən Amerikanın hegemonluğunun biraz Hörmüz boğazı ətrafında, İran ətrafı vəziyyətində hegemonluğunun azalması kontekstində istəyir ki, Cənubi Qafqazda, xüsusilə də Ermənistan üzərindən və Aralıq dənizi hövzəsində aktivlik göstərsin. Ancaq o Fransanın Cənubi Qafqazda aqressiv siyasəti bundan əvvəl də heç bir nəticə verməyib, verməyəcək. Fransa düzdür, sözdə dəstəkləyir bu sülh prosesini. Ancaq Jean-Noël Barronun açıqlaması bir daha göstərdi ki, onlar istəyərdilər ki, ümumiyyətlə sülh olmasın, xaos olsun, müharibə olsun ki, bu qarışıq vəziyyətdə Ermənistan üzərindən bir Türkiyəyə qarşı, Azərbaycana qarşı, həm də Rusiyaya qarşı durma kontekstində Ermənistan üzərindən hansısa bir şəkildə istifadə edə bilsinlər. Tural bəy, vaxtımız var ikən, həm də istəyirəm Ermənistan və Rusiya münasibətlərindən danışaq. Çünki Nikol Paşinyanın məhz 9 may paradına getməyəcəyini dedi, açıqladı. Bundan öncə də bildiyiniz kimi Ukrayna liderini dəvət etmişdi və orada bir kürsüdə də açıqlama verdi. Hətta təhdid xarakterli Zelenskidən söhbət gedir ki, 9 mayda Ukrayna məhz dronları olacaq deyə ki, bu da avtomatik olaraq Rusiyanın qəzəbinə səbəb ola biləcəyi deyilirdi ki, Zaxarovadan bir yeni məlumat gəlib. Rusiya ictimaiyyəti Ermənistanın terrorçu, yəni kimi nəzərdə tutur, Ukrayna prezidentini Vladimir Zelenskiyə tribuna verməsini qəzəblə nəzərə aldı və bunu heç vaxt unutmayacaq deyə Zaxarovanın bugün belə bir açıqlaması var. Görünən odur ki, gərginlik artır Ermənistanla Rusiya arasında. Həm Avropaya görə, Avropanın ora daha çox müdaxilə etməsi, həm də digər tərəfdən Ukrayna liderini dəvət etməsi və oradan birbaşa Rusiyanın yönünə gələn belə sərt açıqlamalar fonunda. İndi Rusiyanın seçki qabağı Ermənistana hansısa bir formada müdaxilə edəcəyini düşünürsünüzmü və bu forma hansı forma ola bilər? Rusiyanın seçki qabağı Ermənistana müdaxiləsinin kobud, hərbi, siyasi formada olacağını düşünmürəm. Ancaq Ermənistana enerji təhlükəsizliyi baxımından, Ermənistana göndəriləcək neft və qaz məhsullarının deyək ki, məhdudlaşdırılması və yaxud da ki, Rusiyanın Ermənistan üzərində faktiki olaraq enerji şəbəkəsinə idarə etməsi, nəzarətini həyata keçirməsini nəzərə alaraq Ermənistana bu rıçaqlarla təsir edə bilər. Ancaq hansısa bir şəkildə
hibrid müharibə kimi informasiya müharibəsi, Ermənistan seçkilərinin qarışdırılması, müdaxilə edilməsi məsələləri ola bilər. Çünki Rusiya bunu əgər Avropa İttifaqı ölkələrində rahat şəkildə edə bilirsə və edibsə, Ermənistan onun üçün daha asan bir hədəfdir. Ancaq bilirsiniz, mən Paşinyanı həm Avropa İttifaqı ilə çox yaxınlaşsa da, Paşinyanın heç də Rusiya ilə bütün körpüləri yandırdığı, güya Rusiyanın əleyhinə çıxış edən bir siyasətçi kimi də deməzdim. Rusiyaya sonuncu dəfə Paşinyanın səfəri Putinlə Paşinyan arasında bir razılığın olduğunu göstərir ki, seçkiyə qədər əgər Paşinyan Rusiyanın maraqlarına ciddi şəkildə zərbə vurmayacaqsa və hətta seçkidən sonra Rusiyanın qırmızı xətlərini keçməyəcəksə, Putin hesab edirəm ki, etiraz eləmir ki, Paşinyan yenidən seçilsin. Ancaq təbii ki, Zelenskinin gəlməsi, İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti bu bir tərəfdən də Ermənistanın özünün iradəsindən də asılı məsələ deyil. Çünki Avropa Siyasi Birliyi tədbiri Ermənistanın belə deyək, çərçivəsində, Ermənistan rəhbərliyi çərçivəsində qəbul edilmir. Bu xüsusilə Fransanın bir proyektidir, Fransanın təşəbbüsü ilə olan bir tədbirdir. Ona görə burada Paşinyan çox çətin bir vəziyyətdədir. O bir tərəfdən Rusiya ilə tamamilə eskalasiyaya getmək istəmir. Digər tərəfdən də asılı olduğu Avropa İttifaqı və Fransa onu buna təhrik eləyir. İndi Paşinyan buna nə qədər dözəcək, nə qədər burada öz mövqeyini saxlaya biləcək, bunu zaman göstərəcək. Amma mən əminəm ki, Paşinyan Putinə qarşı, Rusiyaya qarşı qırmızı xətləri keçməməklə bağlı sonuncu Moskva səfərində öhdəlik götürmüşdür. Bu da ən azından Rusiyanın silahlı qüvvələrinin dərhal Ermənistandan çıxarılmaması, Avropa İttifaqının və yaxud da ki, Fransanın tutaq ki, qoşunlarının Ermənistana dərhal gətirilməməsi ilə bağlı öhdəlik ola bilər. Amma burada Zaxarovanın toxunduğu bir məsələ də var. Deyir, Avropanın Ermənistan xalqına vəd etdiyi gələcəyi görmək istəyirsinizsə, məsələn, İrəvana səfər eləyən Zelenskiyə baxmanız kifayətdir, yəni sizin də sonunuz onun kimi olacaq deyə bir açıqlama verib. Ardınca deyir ki, Ermənistan Avropa İttifaqının hərbiləşdirilməsi planının bir hissəsidir deyə Zaxarovanın mövqeyi də var. Həqiqətən əsas planlardan biri bu seçkini yola verəndən sonra əsas hədəflərdən biri budur mu? 2 dəqiqəlik cavab istəyəcəm. Bilirsiniz, Rusiyanın Ermənistanı Paşinyanı devirmək, onun hakimiyyətini hansısa bir şəkildə qarşısını almaq iqtidarında deyil. Amma eyni zamanda maksimum Ermənistana təsir edərək, fürsətdən yararlanaraq Avropa İttifaqının Ermənistanla yaxınlaşmasını da çox istəmir, inteqrasiya olmasını istəmir. Yəni, mən gözümü yumuram, seçkilər keçirilsin, Avropa ilə əməkdaşlıq belə deyək də, zahir olaraq qalsın. Batində, daxildə inteqrasiya baş verməsin. Yəni, Rusiya bunu tələb edir. Təşəkkür edirəm, Tural bəy. Minnətdaram. Sağ olun. Tural Gəncəliyev, Milli Məclisin üzvü canlı bağlantıda idi. Ermənistan və Rusiya gərginliyindən bir qədər danışdıq. Təbii ki, həmçinin burada bir növdə vəziyyəti gərginləşdirməyə, aranı qarşıdurmağa çalışan Fransa tərəfindən də söhbət açdıq. Xüsusən də Azərbaycana olan bir mənalı olmayan, heç də qəbul edilməyən uzun müddətli qərəzli mövqeyi də təbii ki, əsas istiqamətlərimizdən biri idi. Xüsusən də Ermənistanda seçki öncəsi Avropanın müdaxiləsi hansı formada olacaq və Rusiyadan da bir etiraz da gəldi. Son olaraq Zaxarovadan sərt bir mesaj ödü deyə bilərik. Rusiyanı qəzəbləndirdiniz deyə Zaxarovanın mövqeyi bundan ibarət idi. Davam edək. Moskvanın hava hücumundan müdafiə sistemi daha 3 dronu zərərsizləşdirib. Paytaxt meri Sergey Sobyanin özünün Max kanalında bu barədə bildirib. 3 PUA vurulub, təcili yardım xidmətləri dağıntıların yerində işləyir deyə Rusiya rəsmisi yazıb. O, daha əvvəl Moskvaya doğru uçan 8 dronun zərərsizləşdirildiyini də açıqlayıb. Rusiya istiqamətindən gələn bir neçə pilotsuz uçuş aparatı Latviya hava məkanına daxil olub. Onlardan biri Rezekne şəhərində yerləşən neft rezervuarına çırpılıb. Hadisəyə görə NATO qırıcıları havaya qaldırılıb. Latviyanın Müdafiə Nazirinin bəyanatına görə orada vəziyyət mürəkkəbdir. Təhlükə hələ də davam edir. Andres Sprutsun sözlərinə görə baş verən hadisə Rusiya hücumlarının region üçün daha geniş nəticələr doğurduğunu bir daha təsdiqləyib. Ukraynanın özünü müdafiə etmək və Rusiya ərazisindəki hədəflərə zərbə indirmək hüququ var deyə hərbi rəhbər vurğulayıb. Nazir eyni zamanda aidiyyatı qurumlarla yerli idarəetmə orqanları arasında fəal koordinasiyanın davam etdiyini və məsələnin hökumət səviyyəsində də müzakirə olunacağını bildirib.
Mayın 9-da Moskvada mobil internetə, o cümlədən ağ siyahıda olan saytlara giriş məhdudlaşdırılacaq. Bu barədə Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi məlumat yayıb. Məlumata görə bundan əlavə paytaxtda SMS xidməti isə işləməyəcək. Görünən odur ki, təhlükəsizlik tədbirləri kifayət qədər yüksək səviyyədə görülməyə çalışılır. Hətta Putinin təhlükəsizliyi ilə bağlı da ciddi şəkildə tədbirlər görüldüyü də deyilir. Kreml tərəfdən gələn son açıqlama da bundan ibarətdir. Əgər Rusiya-Ukrayna cəbhəsinə toxunuruqsa, təbii ki, müzakirəni də bu istiqamətdə aparmaq istəyirəm. Az öncə də qeyd elədim, 9 may ilə bağlı önəmli bir məsələ var. Zelenski Ermənistanda Moskvanı açıq şəkildə təhdid elədi. Bir növ belə mesaj verdi ki, 9 may paradını vurmaqla əslində təhdid elədi. Ən maraqlısı da odur ki, Zelenskinin bu samit çərçivəsində sürpriz şəkildə Gürcüstanın baş naziri Irakli Kabaxidze ilə görüşü oldu. Çünki bildiyiniz kimi Gürcüstan məsələsi də maraqlıdır bu yerdə. Rusiyaya qarşı bir birləşməyi istənilmişdi illər öncə Gürcüstan tərəfindən. Yəni sanksiyadan daha doğrusu imtina etmişdi ancaq bu Ukrayna tərəfi, daha doğrusu Gürcüstan tərəfi. Ona görə də Ukrayna səfirini bir növ geri çağırmışdı Gürcüstandan. Amma bu müddətdən sonra ilk dəfə olaraq Zelenski ilə Irakli Kabaxidze arasında bir görüş oldu qısa müddətdə. Əvvəlcə Zelenski görünən odur ki, Bakıya gəldi, ardınca İrəvana getdi. Daha sonra isə orada Gürcüstan rəsmisi ilə də görüş oldu. Yəni Ukrayna liderinin Cənubi Qafqaz liderləri ilə təcili şəkildə deyə biləcəyimiz görüşü olduqca maraqlıdır, xüsusən də 9 may öncəsi. Bu da görünən odur ki, Rusiyanı kifayət qədər narahat eləyib. Biraz bu narahatlıqdan danışaq istəyirəm. Canlı bağlantıda qonağımız bizi gözləyir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Yunis Qurbanovla həmsöhbət olacağıq. Salamlayıram sizi Yunis bəy. Hər vaxtınız xeyir olsun. Az öncə qeyd elədiyim məqamlar, xüsusən də Zelenskinin o son təhdidindən sonra xəbər də təqdim elədim ki, kifayət qədər təhlükəsizlik tədbirləri görməyə başlayıb artıq Kreml. Amma daha maraqlısı Zelenskinin o Cənubi Qafqaz turuydu. Azərbaycan lideri, Ermənistan lideri və Gürcüstan lideri ilə görüşlər. Son olaraq da bir telefon zəngi oldu bildiyiniz kimi Azərbaycan liderinə. Önəmli bir məqamdır 9 may öncəsi. Əslində bu diplomatik səfər və zəng nəyin xəbərçisidir? Hər vaxtınız xeyir olsun. Tamaşaçıları da salamlayıram. Bu Azərbaycanın, ümumiyyətlə Cənubi Qafqazın, bu ümumi regionun, postsovet məkanı regionunun təhlükəsizliyində oynadığı çox vacib bir roldur. Hər şeydən əvvəlcə bunu demək lazımdır. İkinci məsələ də ondan ibarətdir ki, yadınızdadırsa Zelenski Azərbaycanda olanda hərbi infrastruktur sahəsində çox ciddi məsələlər var idi ortalıqda, gündəmdə və razılaşmalar var idi. Gələcəkdə hətta dronların birlikdə Azərbaycan, Ukrayna birlikdə istehsal etməsi ilə bağlı məsələlər var idi. Bu Azərbaycanın, yenə deyirəm, regionun ümumi postsovet məkanının təhlükəsizliyində oynadığı çox vacib bir roldan xəbər verir. Bu arada telefon zənginə gəl qayıtsaq, bildiyiniz kimi Azərbaycana Qəbələyə səfərindən sonra Zelenskinin bir mövqeyi də oldu, təklifi oldu daha doğrusu ki, Rusiya-Ukrayna danışıqları üçün məkan olaraq Azərbaycan seçilə bilər deyə. Sonra bu telefon zənginin də olması əslində bu məsələni də gündəmə gətirmək kimi bir variantı daha da gücləndirə bilərmi? Bəli, Azərbaycanın bu bizim səriştəmiz yetərincədir və biz fikirləşirəm ki, çox nadir ölkələrdən biriyik ki, hansı ki, yetərincə neytrallıq həm Rusiyaya, həm Ukraynaya, həm Rusiya dövləti ilə çox neytral münasibətlərimiz var, həm Ukrayna dövləti ilə neytral münasibətlərimiz var. Azərbaycan çox nadir bir ölkələrdəndir ki, haradakı Rusiyaya da mən fikirləşirəm qarşı çıxmaz. Rusiya prezident administrasiyası Zelenski də dəfələrlə deyib ki, böyük məmnuniyyətlə Azərbaycanda belə bir görüş keçirilsə iştirak eləyə bilər. Mən fikirləşirəm ki, bu bizim hər iki tərəflə eyni belə deyim, neytral diplomatik münasibətlər qurmağımızın çox bariz göstəricisidir. Əgər görüşdən danışırıqsa, Birləşmiş Ştatlar rəsmisi ilə məhz Ukrayna rəsmisi arasında bir görüş də olacaq. Umirovla Steve Witkoff arasında bir görüş planlaşdırılır. Bu da əslində görüş xarakterli, yəni görüş xatirinə bir görüşmü olacaq, yoxsa həqiqətən nəyisə həll etməyi mi düşünür? Son olaraq Trumpın mövqeyi heç də yaxşı deyildi Ukrayna liderinə qarşı. Hiləgər də adlandırmışdı hətta onu və çoxlu ərazilər də itirib artıq Ukrayna deyə yenə bir növ Rusiya yönümlü mövqeyini sərgiləmişdi.
Birləşmiş Ştatların lideri. İndi bu görüşdən nəsə çıxarmı Floridada, Miami'də? Mən təəssüflə deyirəm ki, bu artıq 4 il yarıma yaxın davam edən bir müharibə var. Mən çox skeptik yanaşıram. Mən fikirləşirəm ki, bu onun göstəricisidir ki, münasibətlər, danışıqlar bir dalana dirənməyiblər, bir dalana ilişməyiblər. Yəni, bir onun göstəricisidir. Bu imitasiya xarakteri daşıyır. Mən belə düşünürəm. Çünki yadınızdadırsa, keçən ilin sonunda 26-cı ilin əvvəlində müəyyən maddələr, belə deyim, sızdırılmışdı. Hansılar tələb olunur, belə olacaq görüşün, potensial görüşün, iki prezident arasında olacaq görüşün maddələri. Orada çox ciddi, belə deyim, Ukraynadan ciddi ərazi imtiyazları istənilir. Məsələn, Donbassdır, Luhanskdır, Donetskdir, ondan sonra Zaporojye'dir. Yəni, bu, belə deyim, imtiyazlar, torpaq imtiyazları istənilir. Krım üçün xüsusi bir status istənilir Rusiya üçün. Ondan sonra Ukrayna ordusunun 600 min, 800 min belə deyim, əskərə endirilməsindən söhbət gedir. Yəni, danışıqlarda belə bir ağır şərtlər irəli sürülürsə, bu o deməkdir ki, yəni, görüşlər hələ də imitasiya xarakteri daşıyır. Yadınızdadırsa, məsələn, Donald Trump da hakimiyyətə gəlməmişdən qabaq deyirdi ki, mənə bir gün lazımdır ki, mən bunu həll edeyim. Yəni, zaman göstərdi ki, bu başqa konfliktlər kimi bu prosesi, bu məsələni həll eləmək çox çətindir. Niyə? Çünki hərbi dildə belə bir şey var, stalemate deyilən bir şey var. Azərbaycan dilində desək, belə bir durğunluq var. İki tərəf də istədiyinə çata bilməyib. Məsələn, Ukrayna, Rusiya, belə deyim, müharibəyə nə düşüncəsi ilə başlamışdı? Məsələn, Zelenski hakimiyyətini dəyişsin, oradakı, məsələn, Rus insanı denasifikasiya deyirlər də, Rus vətəndaşlara, Rus dilinin qorunması ilə bağlı məsələlər var idi. Hələ ki, bunlar bir, belə deyim, həllini tapmayıbdır. Və diplomatik masada da ciddi durğunluq var, döyüş zonasında da ciddi durğunluq var. Bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, görüşlər bir tərəfin ciddi, belə deyim, geri çəkilmədiyi təqdirdə imitasiya xarakteri daşıyacaq. Miami'də olan görüşdə mənim üçün heç bir istisna daşımır. Bu arada təbii ki, bu məsələdə bir Ermənistan da sanki söhbətə əlavə edildi. Yəni nəyə görə? Zelenskinin İrəvana dəvət olunması məsələsi idi ki, Zaxarova da az öncə qeyd elədi ki, onun orada çıxışı, dəvət olunması bizi qəzəbləndirdi deyə. Paşinyan da indi çıxıb belə bir açıqlama verir ki, Ukraynada müharibə kontekstində Ermənistan özünü Rusiyanın müttəfiqi kimi görmür, hesab etmir deyə. İndi bu vəziyyətlər də qarışıqdır əslində. Bundan istifadə eləyə bilərmi Rusiya bir növdə bəhanə kimi? Bir dəqiqəlik cavab istəyəcəm sizdən, Yunus bəy. İstifadə eləyər nə üçün? Zəhmət olmasa onu dəqiqləşdirərdiniz, mən cavab verərdim. Rusiya bundan nə? Bəhanə olaraq əslində istifadə eləyə bilərmi? Çünki deyildi ki, Zelenskiyə əsasən, Zelenskiyə baxın, Avropa sizə nəyi verdisə, nəyi verəcəksə, Zelenskinin timsalında görə bilərsiniz. Yəni, burada əslində Ermənistan kontekstinə bir növdə keçmək istəyirəm. Mən fikirləşirəm ki, bəli, yəni Rusiyanın bu postsovet regionu keçmiş Sovet regionudur və əlbəttə ki, bura Rusiya üçün çox ciddi önəm daşıyır. Yəni burada hansısa bir ölkənin NATO-ya qoşulması, gələcəkdə Avropa İttifaqının üzvü olmağı, Rusiyanın belə deyim, maraqlarına yumşaq dillə desə, bu heç diplomat olmaq ya siyasətçi olmaqla ehtiyacı yox. Ciddi bir zərbədir. Onun üçün hər bir vədlə çalışar ki, məsələn, Rusiya bunun qarşısını almağa. Qarşısını almağa deyəndə, yəni bu Rusiyanın prezident administrasiyasında müsbət qarşılanmayacaq, şübhəsiz. Yəni, istəyir Ukrayna olsun, istəyir Ermənistan olsun. Təşəkkür edirəm Yunus bəy təhlilləriniz üçün. Yunus Qurbanov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi idi. Rusiya-Ukrayna cəbhəsinə gələn açıqlamalar var idi. Bu istiqamətdə bir növ danışmağa çalışdıq. Bu xəbərlərlə iş vaxtının birinci hissəsini yekunlaşdırıram. Xəbərləri izləyəcəksiniz, ardınca ikinci hissə ilə qarşınızda olacağım.